Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı siniflər üçün nəzərdə tutulmuş kitabdan səhifə 71 və ondan sonraki səhifələri izah edəcəm. Deməli, əvvəlcə gəlin başlayaq mənfi və müsbət ədədlər. Mənfi ədəd nədir, müsbət ədəd nədir? Onların toplanması və çıxılması sadə yolla izah edəcəm. Deməli, bizim koordinat oxumuz var. Koordinat oxunun başlanğıc nöqtəsi 0 nöqtəsidir. 0 nöqtəsindən sağda olan bütün rəqəmlər müsbət ədədlər, ondan solda olan bütün rəqəmlər mənfi ədədlər adlanır. Burada 1 yəni müsbət 1-dir. Müsbət işarəsi də 1-dir ki, üstəgəl işarəsi. Yəni üstəgəl 1 və yaxud 1 eynidir. Burada üstəgəl 1 olmalıdır. Biz yazmırıq, çünki elə də qəbul olunur. Üstəgəl 1, yəni ki, müsbətdir. Bu üstəgəl 2-dir, yəni müsbət 2-dir. Amma mənfi işarəsində mənfi ədədlərdə qarşısında mənfi işarəsi, yəni çıxaq işarəsi həmişə yazılır. Məsələn, mənfi 1 görürük belə, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 və s. Bu bizim mənfi və müsbət ədədlərimiz. İndi gəlin onların toplanmasını və çıxılmasını izah edin. Məsələn, mənfi 1 üstəgəl 1. Mənfi 1 sıfırdan bu araqdadır. Sıfırdan mənfi 1-ə qədər olan ədədlər. Müsbət 1 isə sıfırdan müsbət 1 aralığında olan ədədlər. Onların cəmi 0 edir. Çünki ortaq nöqtə görürük ki, 0-dır. Bunu belə yaza bilərik. Mənfi 1 üstəgəl 1-i, üstəgəl 1 bayaq qeyd elədim ki, müsbət 1-dir, düzdür? Bunu belə yaza bilərik. Yəni 1 çıx 1. O da bərabərdir 0. Nəyə görə mənfi 1 üstəgəl 1 bərabərdir 0 eləyir? O deməkdir. Yəni bu müsbət 1, müsbət 1 burada qeyd etdiyim kimi. Yəni bunu biz belə yazarıq. Üstəgəl 1 çıx 1. O da bərabərdir 0. Yəni bunu biz belə yazırıq. Bu ifadəyə bərabərdir. Sadəcə misalda müsbət ədədlərin qarşısında müsbət işarəsi, yəni üstəgəl işarəsi yazmadığımıza görə bunu belə yazırıq. Yəni mənfi 1 üstəgəl 1 o deməkdir ki, yəni müsbət 1 çıx 1. O da bərabərdir 0. Baxın, burada müsbət 1-dir. Mənfi 1 üstəgəl 1-də, burada müsbət 1-dir. Baxın, müsbət 1. Bu da mənfi 1-dir. Bu da görürsünüz, mənfi 1 işarəsini yazdıq. Yəni 1 çıx 1 o da bərabərdir 0. Yəni buradan da nəticəyə gəlir ki, mənfi 1 üstəgəl 1 0-dır. İndi məsələn, burada da baxaq eyni həmçinin. Mənfi 5 üstəgəl 6. Mənfi 5, 6-nın müsbət 6, düzdür? 6 çıx 5. O da bərabərdir 1. Bunu belə yaza bilərik. Yəni ki, bu ifadəyə bərabərdir. Baxın, 6-nın işarəsi müsbətdir. Burada yazmırıq. Yəni burada yaza da bilərik ki, müsbət. Yəni müsbət 6 çıx 5. O da bərabərdir 1. Baxın, 6-nın işarəsi müsbətdir. Burada da müsbətdir. 5-in işarəsi mənfidir. Burada da mənfidir. Olduğu kimi yazırıq. Yəni müsbət 6 çıx 5. O da bərabərdir 6 çıx 5. Bildirik ki, 1-dir. Yəni bu ifadəyə bərabərdir. Bu ifadəyə bərabərdir. Bu bizim mənfi və müsbət ədədlərimiz. İndi gəlin toplanması. Gəlin indi onların çıxılmasına. Məsələn, 5 çıx 6. İstənilən rəqəmdən ondan böyüyün çıxanda, məsələn, 5-dən 6-nın çıxanda, böyük rəqəmdən kiçik rəqəmi çıxırıq, amma mənfi işarəsini yazırıq. Yəni ki, məsələn, 5 çıx 6 bərabərdir mənfi 1 və yaxud 6 çıx 5. Bu 1 ilə düzdür, amma burada tərsinə olduğuna görə mənfi 1 alınan rəqəmin nəticənin qarşısına mənfi 1 qeyd olunur. Yəni 5 çıx 6 bərabərdir mənfi 1 oradan alır. 6-dan 5-i böyük ədəddən kiçik ədədi, yəni 6-dan 5-i çıxırıq. Alınan nəticənin qarşısına mənfi ədədi, mənfi işarəsini atırıq. Yəni alınan nəticəmiz mənfi olur. Bu bizim məsələ belə. İndi gəlin mənfi ədədlərin özlərinin çıxılmasına baxaq. Mənfi 6 çıx mənfi 7. Bu mənfi 6 çıx mənfi 7 belə olmalıdır əslində. Mənfini çıxardırıq mötərizə xaricinə. 6 üstəgəl 7. Mötərizəni bağlayırıq. Bərabərdir. 6-nın üstə 7 gəlir 13. Onun mənfi işarəsi olduğu kimi qalır. Mənfi 13. Bu mənfi işarəsi əslində burada yaza bilməliyik. Dəqiqə. Yəni belə. Yəni bu ifadəyə bərabərdir. İndi gəlin baxaq. Burada mənfi işarəsi mənfi 1 demək. Düzdür? Mənfi 1. Mənfi 1. Yəni ki, eyni. Mənfi 1 vurulsun. Mənfi 1 vur. Okey. Götürmür proqram. Mənfi 1 vurulsun və yaxud da mənfi. Bu eynidir. Yəni, baxın, indi gəlin bunu vurub, mötərizəyə vurub açaq. Mənfi 1-i 6-ya vuranda mənfi 6. Mənfi 1-i 7-yə vuranda mənfi 7. Yəni, mənfi 6 çıx mənfi 7 deməkdir. Buradan da, yəni,
Ona görə görürük ki, 6-nın üstə 7 gələndə 13 edir, mənfi şərəsdə olduğu kimi qalır və mənfi 13 edir. Bu bizim müsbət və mənfi ədədlərimiz. Bundan sonraki videomda mən səhifə 71-də 6-cı siniflər üçün nəzərdə tutulmuş kitabda səhifə 71-də məsələ 3-ü izah edəcəm. Bu videomda bu qədər. Hələlik.